cümləyə qədər. Salamımız var ruhu göylərdə dolaşan şəhidlərə. Vətən, səni baş tacı edənlərə, bayrağını ucaldanlara salamımız var. Salamımız var göz yaşlı təbəssümə, kədər yürura çevirən şəhid analarına. Salamımız var oğlu vətən üçün dolu deyə böyütdükləri övladlarını torpağa əmanət edən şəhid analarına. Salamımız var şəhid övladı böyümüş əllərə. Salamımız var başı dik, gəldi yaralı valideynlərə. Salamımız var qalib sərkərləyə, xalqı yumruq kimi birləşdirən rəhbərə. 30 illik həsrətə son qoyan səsə, Qarabağ Azərbaycandır deyib tarix yazan iradəyə. Salam hörmətli tədbir iştirakçıları, əziz şagirdlər. İlk öncə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edəcəyik. Allah rəhmət etsin. Azərbaycan xalqının azadlığına, müstəqilliyinə və qəhrəmanlığına, onun sonsuz sevgini ifadə edən çox güclü və coşqulu bir əsər. Həm sözləri, həm musiqisi ilə xalqın ruhunu və vətənə olan sədaqətini təcəssüm etdirən Xalqın Azadlıq nəğməsi, sözləri böyük şair Əhməd Cavadın, musiqisi dahi bəstəkar Üzeyir Hacıvəli tərəfindən bəstələnmiş, vətənə sevgi, şəhidlərin müqəddəs xatirəsinə ehtiram və dövlətçiliyə sarsılmaz sədaqət ruhunda yazılmış dövlət himnimizin səslənməsi ilə tədbirimizi açıq elan edirik. Sarı
dünyada gözü yaşlı qoyub gedən oğullarım. Onlar ki, vətən torpağı uğruna, vətən torpağına qarışdılar. Onlar ki, al bayrağı ucaltmaq üçün al qanlarını xıtdılar. Onlar ki, vətənin gələcəyi üçün öz gələcəklərini fəda etdilər və yalnız seçilmişlərə qismət olan şəhadət zirvəsini ucaldılar. Vətən, torpaq, bayraq uğrunda can verərək, qan tökərək ucalmaq onun da arzusu idi. O hələ əskər getməmiş, vətənə xidmət vaxtının gəlişi üçün tələsir, xüsusi təyinatlı snayperçi olmağı arzuluyurdu. Hər şey arzuladığı kimi də oldu. Söhbət Zahirli Zahid Azadoğlu'ndan gedir. 10 may 2000-ci ildə Yardımlı rayonun Dələkli kəndində sürücü ailəsindən adam olmuşdu. Ailənin son beşiyi və ən sevimlisi idi. Hər uşaqlıqdan millətinə, vətəninə olan sevgisi onu böyüyüb əskər olmağa tələsdirirdi. Müəllimlər deyir ki, məktəbdə Qarabağ haqqında mövzu olanda niyə gedib torpaqlarımızı almışsınız? Mən böyüyəndə torpaqlarımızı da, şəhidlərimizin qisasını da alacaqlaymış. Böyüdü, həm də çox gözəl bir ürəyin sahibi olaraq. Zahid 9-cu sinif buraxılış imtahanlarını yüksək nəticə ilə tamamlayaraq 2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Kollecinə qəbul olub. 2019-cu ildə kolleci bitirdi. Öz şən, zarafatçıl, dürüst xasiyyəti ilə tez bir zamanda tələbə yoldaşlarını, müəllimlərinin qəlbini qazanmışdı. Az yaşına baxmayaraq, o gözəl əməllərin, xeyirxah işlərin sahibi idi. Zahid Ümid Fonduna dəstək olan tələbələr arasında olaraq kimsəsiz uşaqlara yardım edirdi. Yeni il və başqa bayram şənliklərində müxtəlif obrazları canlandıraraq sevgiyə, qayğıya, sevgiyə möhtac olan uşaqları sevindirirdi. Hətta bəzi tələbə yoldaşları ilə birgə yaralı və qayğıya möhtac heyvanları ilə onları mühafizə edən müəyyən qurumlara təhvil verirdilər. Və bütün bunlar edərkən o hələ 18 yaşını tamamlamamışdı. Zahid tələbə vaxtı 2017-ci il Bakı İslam oyunlarının açılışında da iştirak etmişdi. Zahid uşaqlar da onu çox sevirdi. Bacı və qardaşlarının uşaqları onu görəndə o qədər sevinirdilər ki, tez qucağından çıxıb onu öpüb qucaqlayırdılar. O qədər mehriban və gülərizdir ki, onu tanıyan hər kəsin həyatında gözəl izlərə, dəyərli xatirələrə sahibidir. Zaman ömrünün günlərini arada düzmüş və nəhayət gəlib çatmışdı səbirsizliklə gözlədiyi o günə. 2 iyul 2019-cu il əskərliyə, vətənə xidmətə çağırılmışdır. 23 iyul 2019-cu il biraz həyəcan, biraz da ayrılığın verdiyi qəribə bir özləm hissi ilə en sayılı hərbi hissəyə yol alan. Anısma mərasimindən sonra əskərlər arasında keçirilən seçim müsabiqələrini müvəffəqiyyətlə tamamlayıb, xüsusi təyinatlı qoşunları seçən 25 əskərdən biri oldu. Nəhayət arzusuna çatdı. Uşaqlıqdan bəri həvəsindən olub, kinolarda izlədiyi, hətta telefona yüklədiyi oyunlarının hamısı snayper olan Zahid artıq ona oluşmuşdu. Tez bir zamanda hərbi hissədə və komandirlərin yanında hörmət qazanan əskər Zahidli öz çevikliyi və mərdliyi ilə qabaqcıl əskərlər sırasına qatılmış və baş snayper seçilmişdi. O boş vaxtlarında əskərlərə verilən müəyyən əşyalarla əl işləri hazırlayır, gələrkən ailəsinə gözəl xatirələr gətirmək istəyirdi. Ailəsi hər şeyin qaydasında getdiyi düşündüyü bir vaxtda onlar ağır təlimlərdən keçib sərhədə doğru yollanırdılar. 12 iyul 2020-ci ildə başlayıb 4 gün çəkən milli qəhrəmanımız General-Mayor Polad Həşimovun şəhid olduğu Tovuz döyüşlərində iştirak edən xüsusi təyinatların içində Zahid də var idi.
Döyüş bitdi. Atəşkəs bərpa olundu. Sonra təlimləri daha da dərinləşən xüsusi təyinatlılar gözlərindən böyük müharibəyə hazırlaşmağa başladılar. Hərbi xidməti bitirməyə az qalmış, günlərini sayıb evə qaydanda nələr edəcəyini planlaşdırdığı bir vaxtda 27 sentyabr 2020-ci ildə döyüşə çağırıldı. Vətən borcunu ödəməyə. İkinci Qarabağ müharibəsinə yollandı. Zahid döyüşlərdə fəal iştirak edib, yoldaşlarının sözü ilə desək, canavar kimi vuruşurdu. Elə buna görə də canavar ləqəbi almışdı. İlk öncə Kəlbəcərə yola düşən xüsusi təyinatlılar artıq 4 gün ərzində Moral yüksəkliyini fəth etdilər. Sonra Suqovuşan, Ağoğlan qəsəbələrinin Füzuli rayonunun azad olunması əməliyyatlarında iştirak edib, Cəbrayıl rayonuna yola düşdülər. 97 nəfərlik xüsusi təyinatlı qoşunların tapşırığı yerinə getirmək üçün getdikləri yerdə 300 nəfərlik erməni birləşməsi ilə qarşılaşdılar. Buna baxmayaraq, bir neçə saat ərzində onları məhv etdilər. Amma geriyə sadəcə 8 nəfər qaldı. Zahidin canı bahasına xilas etdiyi 8 nəfər. Bu döyüş Zahidimizi şəhid etmiş, bir ailənin gülüşünü soldurmuşdu. Dəmir yumruq əməliyyatının ilk 11 günlüyündə, müharibənin qızğın vaxtlarında döyüşdə iştirak edən Zahid mərdliklə vuruşub, düşmənə sözün əsl mənasında qan vurmuşdu. O həm də döyüş bölgəsindən yaralı əsgərlərimizin və şəhidlərimizin təxliyəsində də fəal iştirak edir. Canı bahasına onları geridə qoymurdu. 7 oktyabr. Zahid və yanındakı 3 əsgər minalyot atəşinə məruz qaldılar. Hamısı yaralanmağına baxmayaraq, Zahid gücünü toplayıb qalxdı və onları təxliyə etməyə başladı. Yaralı olmasına rəğmən yenidən döyüşə qayıdarkən kənardakı 8 nəfərlə birgə mühasirəyə düşdülər. Zahid onların tüstü bombası atıb qaçmaq planını eşidən kimi siz çoxsunuz, risk etməyin deyərək bombanı atmaq üçün qalxarkən onu izləyən erməni snayperlər tərəfindən ürəyindən vurularaq qəhrəmancasına həlak oldu. Heç kimi geridə qoymayan əsl kişi kimi, vətən oğlu kimi, ürəyini vətəninə qurban verərək şəhadət məqamına ucaldı. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Zahid şəhadətindən sonra cəsur döyüşçü, vətən uğrunda Füzulinin azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə medalları ilə və 3-cü dərəcəli rəşadət ordeni ilə tərtib olunmuşdur. O öz qanı ilə adını tarixə yazdı. Arzuları onu bizdən ayırdı. Vətən eşqi ilə yanan ürəyi, gerinin gözü yaşlı, amma başı dic bir şəhid ailəsi və ucalan bir Azərbaycan bayrağı qoydu. Şanlı Azərbaycan ordusunun rəşadəti, Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti, şəhidlərimizin uca şəhadəti sayəsində bugün baş ucalığı ilə deyirik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bütün şəhidlərimizi hörmət və ehtiramla yad edir, ruhları qarşısında baş əyirik. Ey vətənin igid oğulları, ruhumuz şad, şəhadətiniz mübarək olsun. Dəyərli tədbir iştirakçıları, onu da qeyd edim ki, Zahidin ailəsinə, ocağına bir sevinç də qoyuldu. Bu sevincin səbəbi bu ailədə balaca Zahidin dünyaya gəlişi idi. Zahidin qardaşının oğul övladı dünyaya gəldi və ona qəhrəman şəhidimizin Zahidin adını qoydular. Bu az da olsa Zahidin ailəsinə bir təsəlli oldu. Nənəsi Rübabə ana, atası Azad əmi artıq Zahidin ətini yeni doğulan balaca Zahiddən alacaq. Türklərdə gözəl bir deyim var. Vətən uğrunda bir ölüb min diriliriz. Bəli, qəhrəman Zahidlərimiz cismən dünyadan köçsələr də, mənən, ruhən
daima yaşayacaqlar. Çünki onun yolunu davam etdirən, adını daşıyan minlərlə zahidlər də olacaq. Bugün doğum günümüz, harda qaldın ay oğul? Eyni gündə doğuldu, günahkarım sən oldun. Ən böyük arzum oldun, qismətimə dən oldun. Deyib, güldük, sevindik, sən həmişə şən oldun. Süfrəni hazırladım, səni süzdüm tay oğul. Bugün doğum günümüz, harda qaldın ay oğul? Yumuşam köynəyini, qurutmuşam, asmışam. Sən gedəni, ayları, günləri unutmuşam. Beşiğinin başında demişəm, lay lay oğul. Bugün doğum günümüz, harda qaldın ay oğul? Əlimdə snayperin Murovdan gəldi səsin. Zahidim, vətən üçün verildi son nəfəsin. Şuşada can dostların çəkdilər halay oğul. Şuşada can dostların çəkdilər halay oğul. Bugün doğum günümüz, harda qaldın ay oğul? Müqəddəs ruhunla dinə bilməzsən daha. Bilirəm, zirvədə sən enə bilməzsən daha. Şəhid balam ağatım, minə bilməzsən daha. Bugün doğum günümüz, harda qaldın ay oğul? Komandirin söylədi, neçə gün ac qalmısınız. Yemək, ərzaq qutarıb, amma qisas almısınız. Sən gedəni ayları, günləri unutmuşam. Bir konfetin var imiş, dostlarınla bölmüsüz. Varmı sənin təçicid, varmı sənə tay oğul? Bugün doğum günümüz, harda qaldın ay oğul? Atan yaman qocaldı, dəyişdi sən gedəni. Bacılar xəyalınla görüşdü sən gedəni. Bomboş qaldı ev eşik, bu nə işdir sən gedəni? Bu dağlar sənin üçün qopardı haray oğul. İki ad günüdür, təbrik qardaş. Ananamı deyək, sənəmi deyək. Ömrün xəzan oldu bahar çağında. Sağlam uzun yaşa, yenə mi deyək? Yox, sən ölməmsən. Şəhidlər ölməz. Mələklər dolanar başının üstə. Ancaq ay dolanar, fəsillər ötər. İl keçər, yaş gəlməz yaşının üstə. Bu bahar payıza bənzər. Güllər də gözümdə solğundur. Bu geniş dünyada sən yoxsan əgər. Dünyanın hər dərdi, qəmi mənimdir. Sənsiz dolanaram ürəyi üzgün. Mən dərd görməmişəm bu həsrət kimi. Bilmirəm haraya əllərin dəyib. Öpüm o yerləri ziyarət kimi. Bu günah günüdür can qardaşım. Bilmirəm nə edim, qəlbim ovunsun. Sənə əlim çatmaz, ünüm yetişməz. Bari göz yaşlarım hədiyyəm olsun. İnan ki, sənsizlik yaman çətindir. Necə alışaq ki biz yoxluğuna? Qələbə sevinci yaşatdın bizə. Ey igid əyilib başım ruhuna. Ey igid, sən artıq yüksəklərdəsən. Bizim tək insanlar heyrandır sənə. Kötərək dünyadan cavan yaşında, çatdın insanlığın ən zirvəsinə. Bu fani dünyaya aldanmadın sən. Bizim gözümüzdə uca dağ oldun. Bizlərə bu fani dünyayı bəxş eləyən Allahın önündə üzaq oldun. Sən öz hünərinlə tarix yazmısan. Heç nədən qorxmayan ürəkli zahid. Bu yurtdan düşməni özün qovmusan. Azaddır torpağın zahiri zahid. Bu gün ad günündür, adına qurban. Bəs özün hardasan, evində yoxsan. Üzlərdə gülüş yox, susub dodaqlar. Sənin ad günündür, sən özün yoxsan. Hər yanda sənsizlik, hər yanda kədər. Qara daş üstə yazılı adın. Həmin o məzardan boylanıb baxır. Bir ömür yarımçıq arzun muradın. Bir ömür yarımçıq arzun muradın. Füzuli Cəbrayılda dostu oldu hər kəsin. Sahidim vətən üçün verir son nəfəsi. Şuşada can dostların çəkdilər
can da tanıyırız. Onların değerini bize gösterirler. Bayrağın her dalgası sizi yadıma salır. Zahid senden geriye yalnız şəkillər qalır. Sən igidliyini yazsam bitməz o yazı. Cənnətdə rahat uyur xalqımızın zahidi. Geri dönməyəcək gedən oğullar. Dayaqsız qalacaq atasız qızlar. Ümidsiz analar, ağlar, sızlar. Bu dünya onlar üçün əl çatmaz dünya. Bir ömrə sığmaz. Oğul yoxdur sağlı, ana necə yoxdur? Amansız yanını şərət qırır. Gəlir onların da sürərsiniz. Uzaq bir yol seçdim dönmək üçün. Allahın qisməti beləymiş qardaş. Siz candan keçdiniz bu vətən üçün. Şəhid adı sizə yaraşdı qardaş. Bu gözəl ad gəlibdir sizə Allahdan. Allahın verdiyi gözəldir qardaş. Nə gözəl adım var qəlbisiz adam. Şəhid adı sizə yaraşdı qardaş. Kaş ki biz öləydik, dözmək çətindir. Sizə yaraşırdı yaşamaq qardaş. Uca bir məqama çatmaq çətindir. Şəhid adı sizə yaraşdı qardaş. Ölümsüz olan cansan, düşünmə ki ölmüsən. Şəhidlik tək zirvəyə sən layiq görülmüsən. Gözümün nuru oldu. Can sənə qurban demişəm. Baş qoyduğun o torpağa Azərbaycan demişəm. O kədərli baxışım könlümdən etdi nədən? Ruhum qalxdı göylərə, qaldı yatmış cismi bədən. Aylar sənsiz ay deyil, toylar sənsiz toy deyil. Heç kim sənə tay deyil. Bir çıraq sana oğul. Yaş gəlməz yaşın üstə, qış gəlməz qışın üstə. Olmuşam başın üstə, dönüb baxsana oğul. Qəlbimdə yanğılar, gözlərimdə yaş. Yoxluğun sındırır belimi qardaş. Sən demə, həyatım səndən ibarət. Sənsizlik acıdan acıdır qardaş. Almısan cənnətin ən gözəl yerin. Cəhənnəm olubdu bu dünya qardaş. Bir çarə qardaşım vaxtsız qocaldın. Aldın gəncliyimi, apardın qardaş. Aldın gəncliyimi, apardın qardaş. Güzeldir o yüreğim, bağdan şirin, ana dilim, var kalbimde bir dileğim, yaşa var ola Azerbaycan. Ne güzeldir o hamilim, bağdan şirin, ana dilim, var kalbimde bir dileğim, yaşa var ola Azerbaycan. Ben borçluyam sana bir can, lazım olsa da kurban. Bütün cahan sana heyran, onlar yurdum Azerbaycan. Azerbaycan, gönlümde sen her bir zaman. Azerbaycan, sana kurban olsun bu can. Azerbaycan, ayrılar mı gönlüm candan. Azerbaycan, yaşa yaşa
rəşadətli ordunlasan. Bax necə də haray saldın, alıb geri hər bir qarış torpağını. Yazıb qanla tarixinə öz adını, cəsurların şəhadəti ucaldı. Ay Abdullah, ad aldınız, neçə gəldə tapdınız? Qanlı, sadi, qüdrətli olur. Göydə ulduz təş balığa. Əyilməz, məğrur, cəsur, rəşadətli balılar. Zəngi çalır. Ərənləri bir-bir alın. Fəxarət və güclərin əsrlər qazansın. Rifaha əzrə çatır. Şərəf və beylərə söz uzandınız. Ən yüksək zirvədən dayanırsınız. Həqəniz ayrıca bir ad aldınız. İstivanızı ataraq biz. Düşmənin önündə sipər oldunuz. Layıqlı oğul tək yəhki aldınız. Əbədi dünyada cənnətdəsiniz. Rəbbim dərgahında dəyərlisiniz. Mərd, igid, analar, şəhid olur. Ürəkləri dağlı qalbanalar. Həqəniz ayrıca bir ad aldınız. Allaha həvalə olsun adamlar. Riyakar düşmənə arvad olun. İşıq sönməsin, qoy yuvalanın. Bitsin bu savaşlar, sonu gəlsin bu savaşın. Əyilməsin qaməti, mərd atıvalın. Qürurla irəli addımlayaraq, əlləri ilə bir səngər tataraq, Laçlı Şuşanı geri aldın. Əsr şücaəti göstərir bunlar. Birlikdə dünyanı səsə saldılar. Ərən birikidir bizim oldular. Bayrağımız aləm qanlı. Al qırmızı, yaşıl və göy. yaraşıqdır ay ulduzu. Rüzgarda şux dalğalanar. Azərbaycan adıyla hey. Qalxar, yüksəkdə dayanar. Var mütayı, bəzər heç. Əziz doğma vətənimin, Torpaqları bərəkətli. Əsən yerlər bir hikmətli. Necə gözəl təbiəti. İlmək, bol neymətli. məmləkətin çox qiymətli. Size güzel kaldılar. Yukarıdan yolculuk. Senden bir seda daim düştün sen yana. Tersin senden bir seda daim düştün sen yana.
Tədbirimizin bədii hissəsi başa çatdı. Təşəkkür edirəm hər birinizə uşaqlar. Sağ olun. Allah şəhidlərimizi rəhmət eləsin. Onları unutmağa bizim haqqımız yoxdur. Həmişə qeyd elədiyim kimi bizim onlara vəfa borcumuz var. Çünki vətənimizin qürurlu bayrağının göylərdə dalgalanmasının bir nömrəli səbəbi məhz Zahid kimi, Ruslan kimi, Əli kimi şəhidlərin bu vətən torpağına öz qanları ilə suvarması sayəsində baş tutmuşdur. Allah şəhidlərimizi rəhmət eləsin. İndi isə tədbirimizdə şəhidimiz Zahidin atası iştirak edir. İlk növbədə onun təəssüratlarını bölüşmək istərdik. Buyurun. Çox sağ olun. Mən bu məktəbin kollektivinə, sizə, direktora, bu şagirdlərə təşəkkürümü bildirirəm. Sağ olsunlar. Bu cür tədbiri keçirməkdə, bu gələcəkdə bu uşaqların irəli getməsində, şəhidləri tanınmasında böyük rolu vardı bu tədbirlərin. Mən hər birinizə təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Məktəbimizin direktoru Seymur müəllim. Buyurun. Çox sağ olun, qazanmadım. Mən əslində qalsa bu şəhidimizin şəkillərinə baxıram, portretlərə, Xəqan müəllim. O portretlərə baxanda həqiqətən də görürsən ki, necə də məğlub, mərdlik, mübarizlik, vətənpərvərlik hissi, həqiqətən də vətənpərvərlik simvoluna hissi. Bu portreti uşaqlar bir dəqiqə çəkilir buradan. Bir dəqiqə çəkilir. Baxın, gör necə də mehriban bir övlad, mehriban, yəni onun simasından mehriban, Mərhəmət yəni. Mərhəmətlik, mehribanlıq yəni. Yəni bu şəhidimizin həqiqətən də atasına mən bir daha başsağlığı verirəm, Allah rəhmət eləsin deyirəm, bütün şəhidlərin qarşısında baş əyirik. Amma yenə də deyirəm ki, Azad müəllim, bu təkcə sizin şəhidinizdir, bu hamımızın şəhidi və hamımızın balasıdır. Və əslində qalsa siz həqiqətən də biz hamımız sizinlə fərq edirik ki, bax bu cür övlad yetişdirmişsiniz vətən üçün. Allah sizdən razı olsun, Allah bütün şəhidlərimizi rəhmət eləsin. Tədbir iştirakçılarına təşəkkür edirəm. Xəqan müəllim sizə, Müləmin müəllimə. Sağ olun ki, şəhidlər daima bizim bir nömrəli prioritet məsələmizdir. Şəhidlər həmişə anırıq, otaqlar veririk, siniflər açırıq şəhidlər adına. Bu ənənəni biz davam etdirəcəyik. Çünki həqiqətən də bayaq siz də qeyd etdiniz, şəhidlər ölmür, şəhidlər cismən ölsə də mənəviyyatımızda daim yaşayacaqlar. Bir daha hamınıza təşəkkür edirəm. Sağ olun. İndi isə məhz bu sinif Üzeyir müəllimə məxsusdur. Üzeyir müəllimin sinifinə verilib şəhidimizin adı. Buyur Üzeyir müəllim təəssüratlarını bölür. İlk növbədə mən də şəhid Zahidin rəhbərlik etdiyim otağın tarix müəllimi kimi minnətdarlığımı bildirirəm tədbirin təşkilatçılığına, xüsusən Urana müəlliməyə. Demək olar ki, bütün tədbirlərin vətənimizdə keçirilməsində böyük əvəzsiz xidmətlər göstərir. Beləcə də məktəb rəhbərliyinə təşəkkür edirik ki, belə şəraiti yaradıb bizim üçün və şəhidlərimizi yüksək qiymətləndirib, dəyərləndirib. Demək olar ki, mən bu sinifdə hər gün Zahid ilə görüşürəm və bu əlbəttə ki, mənim Zahid ilə daha çox bağlılığım olduğunu sübut edir. Hər səhər bu otağa daxil olarkən mən onu ilk növbədə salamlayıram. Sabahın xeyir olsun deyirəm şəhidi. Və demək olar ki, şəhidimiz Zahid Zahirli Azərbaycanda tanınmış igid qəhrəman oğula çevrilir. Onun haqqında şeirlər, televiziya verilişləri onun haqqında geniş miqyasda demək olar çəkilişlər aparıldı. Və inanıram ki, gələcəkdə bu ənənə daha çox geniş miqyasda davam edəcəkdir. Bizim bu əziz balalar, gül balalar şəhidimiz haqqında gözəl şeirlər dedi.
Allah sizi qorusun balalar. Siz doğrudan da vətənpərvər övlad olacaqsınız. Belə ki, bizim Bozaran kənd orta məktəbində şəhidlər haqqında belə şeylər söyləyirsiniz, ürəkləri titrədəcək ifadələr işlədirsiniz. Və sizə əlbəttə ki, biz müəllimimiz olaraq xoşbəxt günlər arzu edirəm. Bayaq Nurana müəllim çıxışında qeyd elədi ki, mən də onu biraz da təkrarlamaq istərdim ki, Kərbalay təbrik edirəm ki, övladın yeni nəvən dünyaya gəlib, yeni Zahidin dünyaya gəlibdir. Ocaqda yenə də bir Zahid böyüyəcək və bir qəhrəman kimi yetişəcəkdir və şəhid Zahid Zahidin adını ucaldacaqdır. Biz də baxıb fəxr edəcəyik. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik və yaxınlarına, bütün Azərbaycan xalqına səbr diləyirəm. Sağ olun. Çox sağ olun müəllim. Nətərəm. Buyurun. Məktəbimizin gənc müəllimi, onda ürək sözləri var. Çox sağ olun. Xırdan müəllim tədbiri təşkil elədi, üzrəyirəm. Başda Seymur müəllim olmaqla, Nuran müəllimə sizə hər birinizə təşəkkür edirəm. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah şəhid valideynlərin qarşısında baş əydik. Hər zaman onlara borcluyuq və Zahid kimi şəhidlərimiz və digər şəhidlərimiz, Azərbaycanda olan bütün şəhidlərimiz elə bir dərs yazıb, elə kitab yazıb ki, biz onların sonuna gedib çıxa bilməli çox güman ki. Allah rəhmət eləsin, Allah şəfa versin. Sağ olun, sağ olun, təşəkkür edirəm. Çox sağ olun, əziz iştirakçılar, əziz şəhid atası. Hər birinizə təşəkkür edirik, dəvətimizi qəbul edib gəldiyiniz üçün. Bugünkü tədbirimizi də yekunlaşdırırıq, amma nə qədər bu məktəbdə isə, nə qədər nəfəsimiz gəlirsə, biz heç zaman şəhidlərimizi unutmayacağıq. Hər zaman otağımızda, harda olmağımızdan asılı olmayaraq, məhz onların xatirələrini, qəhrəmanlıq səhifəsini vərəqləyəcəyik. Və gələcək nəsillərə ötürmək üçün düşünürəm ki, bunun birinci missiya müəllimlərin çiyninə düşür və bu təbliğatı müəllimlər aparmalıdırlar. Çünki Azərbaycanın yeni bir dastanı yazılıb. İlk dəfə olaraq və onların sayəsində Azərbaycan öz bütövlüyünə qovuşdu. Azərbaycanın üç rəngli bayrağı qürurla, fəxrlə göylərimizdə dalğalanmağa başladı. Azərbaycan sərhədləri öz bütövlüyünə qovuşdu və beləcə biz qürurla hamımız Zahidik deyək. Hamımız Zahidik. Allah şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun. Çox sağ olun. Bununla da tədbirimiz sona çatır. Sağ olun.